Əgər sən də hər hansısa bir məlumatı oxuduqdan sonra necə yadda saxlayım deyirsənsə, bu video sənin üçündür. Bu videoda asan yadda saxlama metodlarını sizlərlə bölüşəcəm. Uzatmayım, əgər hazırsınızsa videoya keçid alaq. Birinci metodumuz başqa bir şeyə bağlamaqdır. Oxuduğumuz məlumatı sadəcə sırf həmin verildiyi kimi oxuyub yadda saxlamaq çətin gələ bilər və buna görə də sizə belə bir metod təklif edirəm ki, oxuduğunuz məlumatı beyninizdə başqa bir şeyə bağlayın. Bəs necə bağlayacağıq? Yəni oxuduğunuz məlumatı hər hansısa bir beyninizdə ssenari quraraq, bu ssenaridə obrazlar yaradaraq, bir hadisəni təsəvvür eləyərək daha asan xatırlaya bilərsiniz. Digər tövsiyəm nə olacaq? Oxuduğunuz məlumatı aktiv şəkildə öyrənməlisiniz. Yəni siz əgər masanın arxasına oturub oxuyacağınız mənbəni belə hazır eləyib, amma oxumağa həvəsiniz olmayanda və yaxud da halınız pis olanda başınız ağrıya bilər. Bu yəni adi bir haldır əlbəttə ki də, hamı da ola bilər. Aktiv şəkildə öyrənməlisiniz, amma özünüzü toparlayıb 5 dəqiqəlik bir sükut içində otura bilərsiniz və yaxud da beyninizi sakitləşdirmək üçün bir 15 dəqiqəlik gəzintiyə çıxa bilərsiniz. Əsas burada nüans budur ki, aktiv şəkildə öyrənməlisiniz. Yəni məlumat aktiv şəkildə öyrənildiyində daha asan yadda qalır. Keçək üçüncü metoda. Öyrəndiyimiz məlumatı dostlarımızla müzakirə etmək. Yəni bir sözlə elmi dildə beyin fırtınası eləmək. Siz dostlarınızla öyrəndiyiniz məlumatı müzakirə etdikdə nə qədər də olmasa dostlarınız tərəfindən bir münasibət bildirilir bu fikrə, bu məlumata, fakta və qeyri-adi fikirlər ortaya çıxır. Bunun nəticəsində siz nə vaxtsa bu məlumatı xatırlamaq istədiyinizdə dostlarınızla müzakirə etdiyiniz o qeyri-adi məlumatlar yadınıza düşərək bu məlumat daha asan yaddaşınıza həkk oluna biləcək. Keçək dördüncü metodumuza, başqasına izah etmək. Dostlar, bu metodu yüksək səviyyəli universitetlərdə oxuyan şagirdlərin metodlarından araşdırıb, yəni tapmışam. Məncə siz də buna rast gəlmisiniz istənilən mənbələrdə. Bu həqiqətən istər Stanford, Columbia, Oxford, bu universitetlərdə təhsil alan şagirdlər bu metodun işə yarayacağından əmindirlər. İnanıram ki, siz də tətbiq eləsəz işinizə həqiqətən yarayacaq. Bu metodla bağlı son fikrimi qeyd edeyim. Əgər öyrəndiyiniz məlumatı özünüzdən kiçik birinə yaxşı və tam şəkildə izah edə bilmirsinizsə, demək o mövzunu öyrənməmisiniz. Okay, keçək son metodumuza. Təkrar metodu. Öyrəndiyiniz məlumatı əgər yaxşı öyrənmisinizsə, 15 dəqiqə, 1 saat və 1 həftədən sonra təkrar eləmək. Əgər öyrəndiyiniz məlumatı təkrar eləməsəz, beyninizdən necə öyrənmisiniz elə də silinib çıxıb gedəcək. Belə dostum, əgər video xoşuna gəldisə, bəyənə bilərsən, kanala abunə ola bilərsən. Daha çox belə faydalı kontent istəyirsənsə, inkişafla bağlı videolar istəyirsənsə, vloqlar istəyirsənsə, kanala abunə olub bildirimləri aça bilərsən. Sağ ol, salamat qal, çalış inkişafsız qalma.